Lənkəranda 7 kəndi birləşdirən avtomobil yolunun asfalt qatının çökməsi nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Lənkəranın Hirkan-Daşdatük-Biləsər yolunda sürüşmə aktivliyi son yağıntılardan sonra daha da genişlənib. Yol yatağında yaranmış iri çatlar hətta 20-30 metr kənara doğru genişlənib. Sürücülər burada hərəkət etməyin həm çətin, həm də təhlükəli olduğunu deyirlər. Sürücülərin sözlərinə görə yol üzərində əmələ gəlmiş çatlara yağıntı sularının dolması buradakı sürüşmə aktivliyini daha da artırıb. Nəticədə yol tədricən keçilməz hala düşüb. Ağay Tofiq Rahimoğlu. Tofiq dayı, necədir bu yoldan keçmək, necədir? Hansı çətinliklər yaradı? Doğrusu çox çətindir. Maşınlarımıza da ziyan dəyir. Özümüz də narahat keçirik bu yolları çox. Belədir də, heç bu yolun düzəlməsi 5 ildir bu yolu düzəldiblər. Görün nə günə qalıb. Eyvaz Şadraoğlu, Lənkəran rayon Biləsər kəndindən. O yol paşlı demək olar ki, bəlkə bir 10-15 gündür belədir. Heç kim buna baxmır. Bu çöküb də, bu gedir də. Yağıntı olduğuna görə biraz da çox çöküb. Bu qədər də çökməmişdi. İndi gecə biri gəlsə, bilmədən, ağlı başında deyil də, sürür də maşını. Gəldi burada düşsə nə olacaq? Bunun üçün də heç kim sahib çıxmır. Hələ Biləsər yoludur, nə gündədir, qardaş. Belə olmaz. Hələ deyirlər, düzələcək, düzəlmir. Biz də babalıyıq, cəmaat da babalıdır. İndi mən keçəcəm, gör hardan keçirəm. Orada bir dənə zırnaq keçməsə qoysunlar ki, bir 10-15 metrdə bir zırnaq qoysunlar ki, cəmaat görsün ki, bu yol çöküb. Ki, gələndə bir sürəti azalsın, bir keçə bilsinlər, qaza şərəti törətməsin. Buna heç kim həll qoymur. Elə bir ki, yoxdur, belə bizim sahibimiz elə bir yoxdur, biz sahibsizik, belə olmaz axı. Hazırda iri tonajlı yük avtomobilləri həmin yoldan demək olar ki, keçə bilmir. Sakinlərin sözlərinə görə, kəndləri birləşdirən alternativ yol isə yalnız yay aylarında işlək vəziyyətdə olur. Rezerv Sərhad Meliğoğlu Daşdadı kənd sakini. Bizim bu yolumuz göz qabağındadır, çox pis vəziyyətdədir. Yəni, vəqqəvi maşınlardan keçə bilmir. Bu yolun sol tərəfində çaydır. Su yuyur, torpağı aparır. Məcburiyyətən bu yol sürüşüb gedir. Buna görə də gərək aşağıdan betondan çəpər, dayaq vururlar ki, bu sürüşməsin. Xahiş edib bizə bu arada köməklik göstərəsin. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, yolun sözü gedən hissəsi nəzarətdə saxlanılır, əraziyə baxış keçirilib və mövcud vəziyyət qiymətləndirilib. Texniki təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Hava şəraiti imkan verdikdə ərazidə təmir bərpa işlərinə başlanılacaq.